Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gəldikdə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Azərbaycanda təqaüdə çıxan vəkillərin aldıqları pensiya digər qurumlarda çalışan hüquqşünasların aldıqları pensiyadan qat-qat aşağıdır. Hesab edirik ki, burada bir qeyri-bərabərlik var. Oxas xəbər verir ki, bu sözlər Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurumun rəyasət heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin and içmə mərasimində deyib. Biz bununla bağlı mütəmadi olaraq aidiyyatı dövlət qurumlarına müraciət edirik. Müəyyən görüşlər, danışıqlar həyata keçiririk və ümid edirik ki, dövlət qurumları bu məsələyə diqqət yetirəcəklər. Bütün hüquq peşələrində fəaliyyət göstərən insanların pensiyaları eyni meyara əsasən hesablanmalıdır. Digər hüquq peşələrində staja görə əlavələr və 60 yaşdan pensiya çıxmaq kimi güzəştlər nəzərdə tutulduğu halda vəkillər bu imkanlardan yararlana bilmirlər. Vəkillik peşəsi məsuliyyət, mürəkkəblik və stress baxımından digər hüquq peşələrindən geri qalmır. Əksinə, bir çox hallarda daha çətin fəaliyyət sahəsidir, deyə sədr vurğulayıb. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmayı unutmayın.